Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Bir mühüm məlumat verəcəm və onu müzakirə edək bir yerdə. Sizə də bu xəbər qəribə gəldimi? Xəbərə keçəcəm. Öncə üstəgəl düyməsinə vuraraq kanala abunə olun. Dövlət Vergi Xidməti yeni bir qayda çıxarıb. Qayda da bundan ibarətdir ki, vətəndaş özünün alış-veriş etmədiyi çekin ƏDV-sini geri ala bilməz. Bunu necə yoxlayacaqlar? Həmin vətəndaşın aylıq gəliri nə qədərdirsə, onun üzərindən hesablama aparacaqlar və ƏDV proqramına yüklənən çeklərdəki ümumi məbləğə baxacaqlar. Əgər adamın gəliri 500 manat, vurduğu ümumi çeklərin toplam məbləği 3000-4000 manatdırsa, bu məbləği ona ödəməkdən imtina edəcəklər ki, bu sənin öz çeklərin deyil. Bəs burada məqsəd nədir? Ümumiyyətlə, Dövlət Vergi Xidməti üçün nə fərqi var ki, alış-veriş kim edib, çeki kim yükləyib? Məsələn, bir ailədə 4-5 nəfər belə yetkinlik yaşına çatan şəxsdir, hamısı çalışır, evin balaca uşağına verirlər çeklər ki, sən yüklə, bizim vaxtımız yoxdur, o 5-10 qəpiyi sən kartına köçürərsən. Və bunu nə qadağan edir, kim qadağan edir? Qanunda belə bir qadağa yoxdur. Bəs Dövlət Vergi Xidməti niyə özündən belə bir qadağa tətbiq edir? Vətəndaşların gəlir və xərclərinə nəzarət mexanizmi yoxdur. Əksinə, bu nəzarət mexanizmi qanunla məmurların gəlir və xərcləri üzərindədir. Yəni, məmurların gəlir bəyannaməsi ilə bağlı qanun var, amma icra olunmur. Məsələn, məmur vəzifəyə gələndə də öz xərcini, gəlirlərini bəyan eləməlidir, mülkünü bəyan etməlidir. 5 ildən sonra da yoxlanır, 10 ildən sonra da yoxlanır. Əgər vəzifədədirsə, bu müddət ərzində aldığı maaşa uyğun gəliri və varı dövləti artıb, yoxsa əlavə hansısa bir qara işlərdə də əli var. Belə bir mexanizm əslində vəzifəli şəxslərdə və məmurlarda olur. Amma indi Dövlət Vergi Xidməti bunu vətəndaşlara tətbiq etmək istəyir. Burada da məqsəd yəqin ki, həmin vəsaitin verilməsindən imtina etmək. Zaten elə böyük bir məbləğ deyil. Hər insan ayda maksimum oradan nə qədər qazana bilər? Uzaq başı 20-30 manat, bəlkə daha çox qazananlar da var, bilmirəm, ƏDV geri alınan. Amma hər halda vətəndaş alış-veriş edirsə, onu ƏDV-sinin ödənişini kimin tərəfindən alınmasının məncə heç bir fərqi olmamalıdır. Çünki o pul onsuz da büdcədən çıxması nəzərdə tutulub ki, ƏDV çeki üzrə neçə faiz nağd ödənişlərdə, nağd alış-verişlərdə, neçə faiz də kartla alış-verişlərdə və ya nağdsız, elektron ödənişlərdə, ödənmə vasitəsilə ödənilən çeklərdə geri qayıtmalıdır. Kim geri qaytaracaq, kim kimə ona hədiyyə edəcək, kim alacaq, artıq bunun məncə elə bir əhəmiyyət yoxdur və bununla da əlavə bir vətəndaşlara belə deyək, qıcıq yaratmağın da mənası yoxdur deyə düşünürəm. Məncə Dövlət Vergi Xidməti də bu məlumatı ya təkzib etsə, ya düzəliş etsə daha yaxşı olardı.